Kaynanama nifret hissi var içimde. Ne yedim geçsin. Sevindir ki sevinesen. Barış ki imtihandan keçebilesen. Bağışla ki bağışlanılasan. Sonra sevindirdiğin savabınla sana dua okunacak. Birinin kalbini sevindireceksen, birinin karnını doyduracaksan, birine nese bir paltar giydireceksin de onu Allah tayin edirsən de yolunu izah edirəm. Sonra gəlirsən qəlbində, ya Rəbbim, nə olar sənə sığınıram. Bu nifrət hissini məndən uzaqlaşdır. Çünki o sənə zərər gətirər. Özünə miras toplayırsan. Başa düşdün? O miras yığırsan, ya sən özün, ya evlatların bundan, bax, bu mirasdan əziyyət çəkə bilər. Yaxşı şey deyil. Qaynanaya nə qədər hörmət etsən, savabın bol olar, gələcəkdə sənə də hörmət edilər. Çölə atılmazsan.